Salam, xoş gördük sizlərə. Bu günlər Azərbaycan iqtisadiyyatından, kənd təsərrüfatına, sənayesindən danışacağıq ümumi şəkildə. İlk növbədə Azərbaycan iqtisadiyyatı necə inkişaf edib, bundan danışaq. Ümumiyyətlə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünya ölkələri arasında yuxarı orta gəlirli və insan inkişaf indeksinin yüksək olduğu ölkələr qrupuna daxildir. Azərbaycanda iqtisadiyyat getdikcə inkişaf edir. Görürük ki, 2015-ci ildə ən çox məhsul dəyərinə görə 80 milyon manatlıq məhsul ixrac eləmişik dəyərində xidmət göstərmişik. Yoxsulluğun dinamikasına da baxsaq, 2003-cü illərdə yoxsulluğun səviyyəsi 40% idisə, hal-hazırda müasir dövrdə artıq 5%-ə yaxınlaşır. Yəni yoxsulluğun səviyyəsi getdikcə aşağı düşür. Bizə bu qrafiki göstərib deyə bilər ki, nəyin qrafikidir? Bu yoxsulluğun səviyyəsinin göstəricisidir və Azərbaycan getdikcə inkişaf elədiyinə görə yoxsulluğun səviyyəsi getdikcə aşağı düşür. Həmçinin bu dayanıqlı inkişafın 16 məqsədindən biri olduğuna görə buna qarşı diqqətli siyasət irəli sürürlər. Azərbaycan iqtisadi inkişafına görə 4 mərhələdən keçib. Ümumilikdə birinci mərhələ 1900-cü ilə qədərki dövrə əhatə edir. Bu mərhələdə Azərbaycan aqrar ölkəsi adlanır. Yəni əsasən kənd təsərrüfatı inkişaf elətdirilmişdi. Kənd təsərrüfatı da şəxsi təsərrüfatlarda cəmlənmişdi. Yüngül və qidasını isə qismən inkişaf edib. Azərbaycan xarici ölkələrə yun, ipək parça, xalça, kürü ixrac etməyə başlayırdı bu dövrdə, aqrar ölkə olduğu mərhələdə. İkinci mərhələ 1900-cü, 1940-cı illərə əhatə edilir. Bu mərhələdə Azərbaycan artıq aqrar ölkəsindən aqrar sənaye ölkəsinə çevrildi. Bu Azərbaycanda olan neft sənayesinin inkişafı ilə bağlıdır ki, 1920-ci illərdə Azərbaycan nefti ölkəyə xeyli miqdarda gəlir gətirmişdi. Nəticədə neft hasilatının artması neft mədən avadanlığının da istehsalına tələbatın artmasına gətirdi, çıxardı və Azərbaycan da aqrar ölkəsindən aqrar sənaye ölkəsinə çevrildi. 3-cü mərhələ 1940-cı ildən 1990-cı illərə əhatə edir. Bu mərhələdə Azərbaycanda artıq neft maşın qayırması sahəsi üzrə ixtisaslaşdı. Çünki neft sənayesinin inkişaf eləməsi neft avadanlıqlarının inkişafına səbəb oldu və neft maşın qayırması sahəsi artıq ölkənin ixtisaslaşmış sahəsinə çevrildi. Bundan başqa bu mərhələdə artıq ölkənin neft sektorundan başqa qeyri-neft sektorunun da inkişafına diqqət ayrıldı. Azərbaycanda bir sıra qeyri-neft sektoruna aid müəssisələr yaradıldı. Gəncədə alüminium zavodu, Daşkəsəndə flis saflaşdırma, Sumqayıtda boru-prokat zavodu, sintetik kauçuk zavodları, Mingəçevir sesi, Bakı məişət kondisionerləri və digər iri müəssisələr fəaliyyətə başladı. Dördüncü mərhələ isə 1990-cı ildən bu günə qədər olan mərhələni əhatə edir. Bu mərhələdə artıq ölkə iqtisadiyyatı dünya inteqrasiyası səciyyələnir. Dünyaya inteqrasiyası kimi səciyyələnir. Yəni dünya ilə inkişaf səviyyəsi demək olar ki, eyni gedir. Azərbaycanın ümumdaxili məhsulunun pay strukturuna baxsaq, təsərrüfatın sahibi quruluşuna baxsaq 2020-ci il üçün olan diaqramda görərik ki, təsərrüfatda birinci yerimizi sənaye məhsulları, ikinci yeri sosial xidmətlər və ticarət 9,7% isə məhsullarımızda deməli vergilər tutur. Vergi 7,7% isə tikinti tutur. Deməli, hansı sahələr ən çox olduğu sənaye, sosial xidmətlər, ticarət, ə, vergi və tikinti. Gördüyümüz kimi kənd təsərrüfatı Azərbaycanın ümumdaxili məhsulunda təsərrüfatın sahib quruluşunda əsas yeri tutmur. Daha sonra burada belə bir məlumat var əlavə. İkinci Qarabağ müharibəsində Azərbaycanın öz istehsalı olan PUA-larla yanaşı, yəni pilotsuz uçuş aparatlarla yanaşı, Türkiyədən Bayraktar və İsraildən Harop adlanan PUA-ların da tətbiqi dünya hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdi və bu döyüşü 20-ci əsr müharibəsi kimi adlandırmışlar. Azərbaycanın iqtisadiyyatında üzv olduğu əsas təşkilatlar ilk üzv olduğu təşkilat İslam Əməkdaşlığı Təşkilatıdır. Bundan başqa 92-ci il BMT, QUAM, 97 Qaradəniz İqtisadi Əməkdaşlığı Təşkilatı, Türk Birliyi Təşkilatı, Qoşulmama Hərəkatı 2 il müddətində Azərbaycana rəhbərlik etmişdi. Avropa Şurasına üzdür. NATO-nun isə hər deməli proqramını üzdür. NATO təşkilatının özünə üzv deyil. Azərbaycanın sənayesinə gəlsək, birinci yanacaq energetika sənayesindən baxaq. Yanacaq energetika sənayesi, elektroenergetika sənayesi ikiyə bölünür. Yanacaq və elektroenergetika. Yanacaq xammallarının çıxarılması, elektroenergetika isə elektrik enerjisinin hasilatından ibarətdir. Azərbaycanda yanacaq xammallarından daş kömürü, qonur kömürü ehtiyatı yoxdur. Neft, qaz ehtiyatımız torf, şiz, quru odun isə yanar şiz, quru odun var.
Elektroenergetika sahəsində İES-lər, SES-lər, AES-lər durur. Əsas bizdə qabaqda. İES-lər ölkənin enerjidən təminatının 90% İES-lərin payına düşür. İstilik elektrik stansiyalarının tikintisi ucuz başa gəlir və tez tikilir. Lakin ətraf mühitə daha çox zərər verir və daha çox çirkləndirir, ekoloji cəhətdən təhlükəlidir və tükənən ehtiyatlarla işləyir. Buna görə gələcəkdə tükənməsi istifadəsi üçün az yararlıdır. SES-lər isə Azərbaycan iqtisadiyyatının 7%-ni təşkil edir, yəni enerjisini. İES-lər özləri də iki yerə bölünür. DRES-lər və İEM-lər. DRES Dövlət Rayon Elektrik Stansiyası, İEM-lər isə istilik elektrik mərkəzləridir. DRES yalnız elektrik enerjisi istehsal edir. İEM isə həm elektrik enerjisi, həm də buxar, istilik istehsal edir. Yəni atəpleniya sistemləri. Ümumiyyətlə Qafqazda ilk açıq tipli DRES Azərbaycanda Şirvanda açılmışdı. Şirvan Cənub Elektrik Stansiyasıdır ki, Cənub DRES-idir. İlk dəfə açıq sulla elektrik enerjisinin istehsalı baş tutmuşdu burada. İstilik elektrik mərkəzlərinə isə əsasən böyük şəhərlərimizdə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Naxçıvan böyük şəhərlərimizdə insanların enerjiyə və istiliyə olan tələbatını ödəmə məqsədinə yaradılmışdı. İlk İES-imiz, istilik elektrik stansiyamız Bakıda Qırmızı Ulduz stansiyasında və Bayılda tikilmişdi. SES isə ilk sesimiz isə Gədəbəydə Qalakənd kəndində ilk dəfə tikilmişdi. SES-lərin tikintisi baha başa gəlir. Lakin ətraf mühitə daha az zərər verir, ekoloji cəhətdən təmizdir, istifadə elədiyi enerji maya dəyəri ucuzdur sudan istifadə elədiyinə görə. Lakin ətraf mühiti çirkləndirmə xüsusiyyəti ses olan torpaqların aşağı hissəsində torpaqlar şuanlaşmaya məruz qalır. Bu kimi ekoloji problem yaradır seslər. Azərbaycanda əsas seslər Mingəçevir və Şirvandan ümumiyyətlə Azərbaycanda enerji olan ehtiyatımızı Mingəçevir və Şirvandan istehsal olunan enerji ölkənin 60%-ni elektrik enerjisindən təmin edə bilər. Buna görə biz Mingəçeviri energetiklər şəhəri adlandırırıq. Mingəçevirdə həm sesimiz, həm Azərbaycan İES-imiz vardır. Bundan başqa SES-lərimiz Kür çayı üzərində kaskad tipli su elektrik stansiyalarımız var. Mingəçevir, Şəmkir, Yenikənd, Varvara su elektrik stansiyaları, Araz çayı üzərində Araz su elektrik stansiyası, Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası, daha sonra su qovuşan 1, su qovuşan 2 su elektrik stansiyalarımız fəaliyyət göstərir. Bir də var modul tipli elektrik stansiyalarımız. Onlar əsasən təbii qazla işləyir. Azərbaycanda modul elektrik stansiyalar Bakıdır, modul elektrik stansiyalar Bakı, Astara, Xaçmaz, Quba, Şəkli kimi rayonlarımızda fəaliyyət göstərir. Abşeron yarımadası külək enerjisindən istifadəyə görə külək elektrik stansiyalarına tikintisi əlverişlidir. Küləkli günlər orada çoxdur. Günəş elektrik stansiyaları Naxçıvan, Kür, Araz ovalığı, günəşli günlərin sayının çox olduğu yerlər üçün əlverişlidir. Qabram elektrik stansiyası Azərbaycanda yoxdur. Geotermal elektrik stansiyaları Azərbaycanda yoxdur və AES-də yoxdur. Bu bizim elektroenergetika sənəyimiz. Yanacaq energetika sənəyəsində neft, qaz ehtiyatlarımızın yarandığı yerlərə baxsaq, neft ehtiyatlarımızın qurdasiz yataqları Bibi Heybət, Pirallahı, Yasamal, Mollakənd, Muradxanlı, Qaraçala, Siyəzəndir. Neft ehtiyatlarımızın əsasən Kaynoza yaşlıdır. Bir dənə Muradxanlı ilə Mollakənd, Muradxanlı İmişli rayonunda, Mollakənd isə Kürdəmir rayonunda mevzuya yaşlı neft ehtiyatlarıdır. Bunlar da Mərkəzi Aran və Mirmuğan iqtisadi rayonlarına düşür. Mevzuya yaşlı neft yataqlarımız. Dənizdə siz yataqlarımız Günəşli, Azəri, Çıraq, Alov, Dan Ulduzu, İnam, Oğuz, Əşrəfi, Qarabağı bunlar əsas neft yataqlarımızdır. Neftin şərti işarəsi buradadır, göstərilib. Daha sonra qaz yataqlarımız qurda əsas Qaradağ, Qobustan və Gürgən zirədir. Dənizdə isə Şahdəniz, Ümid, Abşeron yataqlardır. Şahdəniz yatağı kəşf olunduqdan sonra Azərbaycan qazı artıq dünyaya da ixrac olunmağa başladı. Neft-qaz sənayesindən isə enerji alınmasında yanacaq, mazot, parafin, sintetik lif, sürtkü yağları, gübrə istehsalında istifadə olunur. Bundan başqa yanaşıcı ehtiyatda var idi ki, Azərbaycanda yanaşıcı əsasən İsmayılı, Qobustan və Quba rayonlarının ərazisində var. Yanaşıcının da şərti işarəsi bu şəkildə.
nələrdir? Azərbaycanda yayılıb. Burada yuxarıda göstərdiyimiz layihə isə, TANAP və TAP layihələri isə əsas qaz yataqlarımızdır. Bundan başqa neft kəmərlərimiz də var idi ki, Bakı, Novorossiyski, Rusiya, Bakı, Supsa, Gürcüstan, Qaradənizdə olan Poti limanına Azərbaycan nefti daşınır. Bakı, Tbilisi, Ceyhan, Türkiyənin Ceyhan limanına Azərbaycan nefti daşınır. Neft kəmərlərimizdir. Qaz kəmərlərimiz isə Bakı, Ərzurum qaz kəmərimiz var. TANAP və TAP qaz kəmərləri var. TANAP qaz kəməri Bakıdan Türkiyəyə qədər davam edir. Türkiyədən sonra isə bunun davamı TAP layihəsi adlanır. Yunanistan, Albaniya, İtaliyanın ərazisindən keçərək Avropaya çatdırır Azərbaycan qazını və SEP layihəsi var ki, planlaşdırılıb, amma həyata keçirilməyib. Bunlar da qaz layihələrimizdir. Daha sonra burada təkrar olsun deyə yanarmaşa fayda qazları istilik əmsalları verilib. Ən çox istilik əmsalı neftə malikdir 1,5, yəni 15 kilokalori enerji verir. Vahid istilik əmsalımız isə 1 kiloqram daş kömür götürülüb 7000 kilokalori dəyərləndirilib. Metallurgiya sənayesi qara və əlvan metallurgiya sənayesinə ayrılır. Azərbaycanda qara metallurgiyasının xam malı əsasən deməli daş kömür, xrom, manqan ehtiyatlarıdır ki, Azərbaycanda xrom və manqan ehtiyatları qismən yayılsa da daş kömür ehtiyatı yayılmayıb. Ona görə də qara metallurgiya tam istədiyimiz səviyyədə Azərbaycanda inkişaf eləməyib. Lakin Azərbaycanda yanacaq ehtiyatlarının olması və tələbatımızın olması nəticəsində qara metallurgiya sənayesi bir qismən də olsa inkişaf eləyib. Qara metallurgiyadan, misal üçün, qara metallurgiya sənayesi inkişafı üçün Daşkəsəndə dəmir fizi sənayesi, Qazaxda bentonit gili var ki, o da davamlıdır, qəlb tökmədə istifadə olunur. Bentonit gili qara metallurgiyanın xam mal kimi göstərə bilərik. Əlvan metallurgiya isə əsasən ucuz enerji mənbələrinə və suya meyl eləyir. Çünki filizi ayırmaq üçün sudan istifadə olunur. Onu istədiyimiz hala gətirmək üçünsə, əritmək üçünsə enerji ehtiyatı lazımdır. Bu da əsasən Gəncədə alüminium oksid alınır. Zəyli yatağımız var Daşkəsəndə. Alüminium istehsal olunur. Gəncəyə göndərilir. Orada alüminium oksid alınır və Sumqayıta göndərilir və 3 hissəli emal prosesindən məhsullar əldə olunur əlvan metallurgiyada. Ümumiyyətlə metallurgiya sənayesinin Azərbaycanda əsas müəssisələri hansılardır? Qara və əlvan metallurgiyanın bir yerdə deyirik. Daşkəsəndə dağ mədən kombinatı dedik, dəmir fizi istehsalı. Daşkəsəndə alinit dağ mədəni, yəni zəyli ehtiyatlarımız var orada. Binəqədidə polad tökmə zavodu var. Səttarxan adına zavoddakı polad tökmə sexi. Pikeşlə çuğun tökmə zavodu. Bakı Təhrar qara metal müəssisələri var ki, bunlar metallurgiya sənayesinin əsas müəssisələridir. Əsas məhsulları hansılardır? Qara və əlvan metal fizlərinin hasilatı, saflaşdırılması, oda damlı materiallar, polad prokat istehsalı, boru, çuğun, alüminium oksid, metal alüminium istehsalından ibarətdir. Əlvan metallurgiyanın xam mallarından biri də Gədəbəydə qızıl yatağını göstərə bilərik ki, Gədəbəydəki qızıl yatağı Azərgold şirkəti tərəfindən dünya bazarına ayrım brendi adı altında satışa çıxarılır. Bundan başqa Azərbaycanda polimetal yataqları var ki, o da əlvan metallurgiyanın xam mal bazasıdır. Daha sonra gəldik maşın qayırma sənayesinə. Maşın qayırma sənayesi əsas neft maşın qayırma sənayesi ixtisaslaşmış sahəmizdir. Bundan başqa elektrotexnika sahəsimiz Salyanda su qızdırıcılardır. Mingəçevirdə kabel, Bakıda akkumulyatorlar, Şamaxıda Star markalı televizorlar, Bakıda soyuducu, Mingəçevirdə kül kompüter zavodları əsas elektrotexnika zavodlarımızdır. Cihaz qayırma yüksək ixtisaslı kadrlar tələb edir. Bakıda geofizika zavodu, Şirvanda avtomat cihaz qayırma zavodu, Gəncədə billur zavodu, Bakı Neftqaz avtomat zavodunu cihaz qayırma müəssisələrini göstərə bilərik. Avtomobil qayırma Gəncədə Belarus istehsal olunan OKA tipli maşınlar, Naxçıvanda Nazlifan, Şamaxı, Bakıda, Neftçalda Xəzər tipli maşınlar istehsal olunur. Ən zəif inkişaf edən sahəmiz avtomobil qayırmada kənd təsərrüfatı maşın qayırmasıdır. Qismən Mingəçevirdə və Zəyəmdə xəndək qazan maşınlar istehsal olunur. Radioelektronika Bakıda əsasən inkişaf edib, Azon, Nord, elektron hesablama maşınları, zavodlarını göstərə bilərik. Kimya sənayesi Azərbaycan neft qaz ehtiyatları olduğuna görə kimya sənayesinin inkişafı üçün əlverişli şərait var. Mədən kimyası, mineral xammal istehsalı, yod, brom, duz istehsalı əsasəndir. Xammal mənbələrinə meyl eləyir. Məsəl üçün Neftçalada, Mişovdağda, Babazələndə yod, brom istehsalı var. Duz istehsalı var Naxçıvanda, Abşeranda. Bunları göstərə bilərik. Əsas kimya duz, turşu gübrədir, kalium gübrəsi istehsalı, azot gübrəsi, fosfor gübrəsi. Gəncədə daha çox kalium gübrəsi istehsalı
istehsal olunur, sumqayıtda istehsal olunur, sulfat gübrələri, fosfat gübrələri, azot gübrəsi əsasən xam mal, təbii qazdır, neft qaz olan yerlərə meyl eləyir. Üzvü sintez kimyası yarımfabrikat və karbohidrogen istehsal edir, neft qaz olan yerlərə meyl eləyir. Polimerlər kimyası plastik kütlə, kauçuk, müxtəlif lif istehsal edir. Ucuz enerji, su və xam mala meyl eləyir. Polimer materialların eməsi şin polietilin hazırlanması ilə məşğuldur. Naxçıvanda Duzdaq fizioterapiya mərkəzi var, fəaliyyət göstərir Duzdaq mağarasında. Bu dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. 1979-cu ildən fəaliyyət göstərir. Kurort sanator məqsədilə istifadə olunur. 128 nəfərin istirahətinə icazə var orada. Bronxit, asma xəstəlikləri, tənəffüs yolu xəstəliklərinin müalicəsi üçün burada fəaliyyət göstərir. Xarici ölkələrdən belə bura turistlər gəlir. Sonra Neftçala yod brom zavodu var ki, Azərbaycanda 110 quyu qeydə alınmışdısa, yəni yod brom quyusu, bunlardan 97-si istismar olunur. Neftçalada 800-2500 metr dərinlikdən çıxarılan yodlu bromlu sular borular vasitəsilə Neftçala yod brom zavoduna gətirilir və burada emal olunaraq kristal yod halına salınır. Hazırda zavodda ildə 400 tona yaxın yod istehsal olunur. Bunları göstərə bilərik. Yod kimya sənayesinə nümunə. Daha sonra gəldik yüngül sənaye. Yüngül sənaye Azərbaycanda qismən inkişaf eləyib. Misal Hacıqabulda xalçaçılıq sahəsidir. Yevlaxda yunun ilkin emalı aparılır. Böyük pambıq parça istehsalı Bakı, Gəncə və Mingəçevir şəhərlərindədir. Tikiş və göndəriş sənayesində zəif inkişaf eləyib. Bakı, Gəncə, Yevlaxda yüngül sənaye müəssisələri var. Bunlar bizim Azərbaycanın sənaye sahələri haqqında olan qısa bilgimiz.